hər bir gənc artıq özünü dərk eləmiş hər bir 23-25 yaşından sonra növbəti 10 ilini tam aydın da olmasa, ən azı bir vizuallaşdırmalıdır. Ən azından bir görməlidir. Ən azı bir özünü tanıyandan sonra bilməlidir adam nə istəyir. Necə bir insan olmaq istəyir? Hansı bir sahədə, nə dərəcədə bir peşəkar olmaq istəyir? Hansı səviyyələrə gəlib çatmaq istəyir? Onu bir vizual olaraq daima qarşısında, gözündə canlandırsa, onun o artıq o keçəcəyi tərlanın keçməkeşliyi yolları dediyi kimi, artıq onun üçün bir böyük bir zövq olacaq, böyük bir həvəs olacaq ki, nə gözəl bu etapı da keçdim və yeni bir səhnəyə gəldim. Yeni bir artıq auditoriya qarşısına çıxdım. Zövq alaraq, yəni yaşamaq lazımdır. Bəli. Yəni 50 yaşında çönüb arxaya baxıb iki şey deyə bilərsən ki, vay mən necə əziyyətli günlərdən gəlib keçmişəm, amma bir də başqa bir baxışla demək olar ki, necə gözəl günlərdən gəlib keçmişəm.